Alo. Sən haralardasansa olmaz. Səhərdən çıxıb getmisən. Hardasan? Xavər xan, bir səs nələr oldu? Sən ağlayırsan? Xavər xan, Toğrul müəllimin şirketimin yanından keçirdim. Dedim bir gəlib baxım görüm ne edir, ne der. İçeri girdim, dilim kurusun leman adı çeken gibi üstüme kışkırdı. Dedi ki, seni görmeyi istemiyorum, akşam gelende sen o evde görmeyeyim. Çık o evden. Bayaq Şahmar da Toğrulun yanında Ləmanın adını çəkəndə hissləndi uşaq. Eləməyin də belə də. Xavər xanım, benim sizden başka kimim var, axı mən hara gedim? Axı mən neyə bilərəm, olmaz. Axır vaxtlar özüm öz oğlumu yaxşı tanıya bilmirəm. Mən bilmirəm, mən nə edeyim? Vallahi mən elə bir şey eləmədim axı. İndi mən nə edəcəm? Xavər xanım, nə olar? Siz Toğrul'la danışın. Deyin də mənim günahım yoxdur. Sən evə gəl. Gəl. Qalanını sonra həll eləyərik. Yox,